bürcü 16 iyun 2026-cı il. Romantik münasibətlər baxımından pis gün deyil. Sevdiyiniz insanla birlikte keçirdiyiniz vaxt çox xoş olacaq. Əvvəllər fikir ayrılığı yaranan bəzi məsələləri sakit şəkildə müzakirə etmək, kompromis tapmaq mümkün olacaq. Xoş tanışlıqlar da istisna deyil. Amma nəzərə alın ki, bu gün həmişəkindən daha etibarlı və təsir altına düşən ola bilərsiniz. Buna görə də başınızı itirmək, uyğun olmayan bir insana və ya sadəcə onun haqqında yaratdığınız təsəvvürə vurulmaq riski var. Hissləriniz çox güclü olsa belə emosiyaların təsiri ilə hərəkət etməməyə çalışın. Buğa bürcü 16 iyun 2026-cı il. Gün gözlədiyinizdən də yaxşı keçə bilər. Ulduzlar sizin tərəfinizdə olacaq və bundan istifadə etməyə dəyər. Məsələn, çoxdan planlaşdırdığınız işi görmək və ya son vaxtlar sizi rahat buraxmayan bir sualın cavabını tapmağa çalışmaq olar. Bir çox məsələdə bəxtiniz gətirəcək. Doğru zamanda doğru yerdə olacaqsınız. Sizə faydalı ola biləcək insanlarla qarşılaşacaqsınız. Qeyri-müəyyən vəziyyətlərdə yeganə düzgün qərarı verəcəksiniz. Axşam romantik görüşlər üçün xüsusilə əlverişli olacaq. Çox güman ki, belə görüşlər qeyri-adi şəraitdə keçəcək və buna görə uzun müddət yadda qalacaq. Amma sevdiyiniz insanla sadəcə evdə qalsanız belə müsbət emosiyalar çatışmayacaq. Əkizlər bürcü 16 iyun 2026-cı il. Günün sakit və darıxdırıcı keçəcəyi çətin görünür. Əksinə çox güman ki, maraqlı hadisələrin mərkəzində olacaqsınız. Onlarda ən fəal iştirak edənlərdən biri siz olacaqsınız. Planları yolda dəyişmək, qeyri-standart həll yolları tapmaq və artıq tanış olan problemlərin yeni həll üsullarını düşünmək lazım gələcək. Başqasını bunları əsəbləşdirə bilərdi. Amma siz yaradıcı potensialınızdan tam istifadə etmə imkanına sevinəcəksiniz. Qəribə də olsa, yaxın insanlarla dil tapmaq bugün ilk dəfə qarşılaşacağınız insanlarla ünsiyyətən bir qədər çətin olacaq. Köhnə fikir ayrılıqları daha da kəskinləşə, köhnə incikliklər isə tam yersiz şəkildə xatırlana bilər. Kəskin məqamları yumşaltmağa çalışın və intuisiyanıza diqqətlə qulaq asın. O sizə necə davranmalı olduğunuzu göstərəcək və çətin bir məsələni müzakirə etməli olsanız düzgün sözləri tapmağa kömək edəcək. Xərçəng bürcü 16 iyun 2026-cı il. Qeyri-adi bir şey sınamağın vaxtıdır. Şənbə günü ən çox standart üsullarla həll etməyə çalışdığınız, amma uğur qazana bilmədiyiniz işlər üçün uyğun olacaq. Bugün məqsədə çatmaq üçün orijinal və çox təsirli bir üsul tapmaq ehtimalı yüksəkdir. Həmçinin həyatınızda müəyyən dəyişikliklər edə, artıq adi görünən şeyləri yaxşılaşdıra biləcəksiniz. Təkcə özünüz üçün deyil, yaxınlarınız üçün də faydalı işlər görəcəksiniz və onlar buna görə sizə minnətdar olacaqlar. Bununla belə sevdiyiniz insan və ya yaxın dostunuzla ünsiyyətdə gərgin anlar istisna deyil. Əvvəllər sizə tez-tez dəstək olan insan bugün hansısa məsələdə sizə güzəştə get və ya gözlədiyiniz kimi davranmaya bilər. Bunun səbəbini aydınlaşdırmağa çalışın. Çox güman ki, məsələ ciddi problemlərdə və ya dərin fikir ayrılıqlarında deyil, sadəcə anlaşılmazlıqda və ya uğursuz təsadüflərdədir. Şir bürcü 16 iyun 2026-cı il. Günün əvvəlində hətta ən yaxın insanlarla ünsiyyətdə belə gərgin anlar yarana bilər. Ünvanınıza bəzi tənqidi fikirlər eşitməli olacağınız istisna deyil. Böyük ehtimalla bu sözlərdə məntiq payı olacaq və bir qədər sonra siz özünüz də bunu anlayacaqsınız. Günün ikinci yarısı bir qədər asan keçəcək. Birincisi, son vaxtlar sizi narahat edən bəzi məişət problemləri bu vaxta qədər uğurla həll olunacaq. İkincisi, gözəl ideyalarınız yaranacaq və onları həyata keçirmək fikri elə əhvalınızı xeyli yaxşılaşdıracaq. Üçüncüsü, sizin üçün çox əziz olan insanla bağlı xoş xəbərlər almağınız mümkündür. Qız bürcü 16 iyun 2026-cı il. Uğurlu gündür. Birincisi, çoxdan gözlədiyiniz xoş xəbərlər alacaqsınız. İkincisi, əvvəllər əliniz çatmayan işlərin öhdəsindən əlavə səy göstərmədən gəlmə imkanı yaranacaq. Üçüncüsü, əvvəllər həddindən artıq mürəkkəb və ya vaxtsız görünən bir ideyaya yenidən qayıtmaq şansınız olacaq. İndi hardan başlamağın, dəstək üçün kimə müraciət etməyin lazım olduğu aydınlaşacaq. Dostlar və köhnə tanışlara planlarınızdan danışsanız sizə məmnuniyyətlə kömək edəcəklər. Kimsə sizə çatışmayan bir şeyi təklif edə və ya çox faydalı məlumat paylaşa bilər. Xoş görüşlərdə mümkündür. Bəzi qızlar uzun müddətli simpatiya bəslədikləri insanlarla ünsiyyət quracaq və ilk baxışdan müsbət təəssürat yaradan şəxslərlə tanış olacaqlar. Ailə tədbirləri də uğurlu keçəcək. Tərəzi bürcü 16 iyun 2026-cı il. Səbirli olsanız bir çox şeylər yaxşılanacaq. Özünüzdən qeyri-mümkün şeylər tələb etməməyə çalışın. Xüsusilə də tamamilə yeni bir işə başlayarkən ulduzlar sizi dəstəkləyəcək. Amma bəzi çətinliklərlə yenə də qarşılaşmalı olacaqsınız. Əgər fantaziyanızı işə salsanız, hamının getdiyi yolu yox, öz yolunuzu tapmağa çalışsanız onların öhdəsindən gəlmək daha asan olacaq. Boş söhbətlər sizin üçün çoxdan əziz olan bir insana yeni gözlə baxmağa kömək edəcək. Romantik görüş planlaşdırdığınızdan tam fərqli keçə bilər. Amma məhz bu onu xüsusilə yadda qalan edəcək. Hələ münasibətdə olmayanlar üçün gün xoş tanışlıqlar vəd edir. Bugün qarşılaşdığınız insanlar sizi dərhal bəyənəcəklər. Üstəlik sizə yad olan bir rol oynamağa ehtiyac qalmayacaq. Səmimilik daha cəlbedici olacaq.
Əqrəb bürcü 16 iyun 2026-cı il. Bu gün möhtəşəm qələbələr və ya baş gicəlləndirici uğurlar gətirməsə də xoş keçəcək. Bir qədər nəfəs almaq, işgüzar vəzifələrdən uzaqlaşıb çoxdan sakitcə düşünmək və ya tələsmədən başa çatdırmaq istədiyiniz məsələlərə vaxt ayırmaq mümkün olacaq. Bəzi əqrəblər uğurlu təsadüflər sayəsində uzun müddətdir düşündükləri bir problemi həll edə və ya etibarlı köməkçi tapa biləcəklər. Köhnə tanışlarla görüşlər uğurlu keçəcək. Ola bilsin ki, uşaqlıq və ya gənclik dostlarınızdan biri özünü xatırlatsın. Belə insanlarla söhbətlər təkcə xoş deyil, həm də faydalı olacaq. Vacib xəbərlər öyrənəcək, maraqlı təkliflər alacaq və ya xüsusilə ehtiyac duyduğunuz dəstəyi görəcəksiniz. Ox atan bürcü 16 iyun 2026-cı il. Gün hadisələrlə zəngin və bir qədər mürəkkəb ola bilər. Eyni vaxtda diqqətinizi tələb edən çoxlu işlər, suallar, vəzifələr yaranacaq. Hər şeyə birdən başlamamağa çalışın. Əvvəlcə nəyin həqiqətən vacib olduğunu, nəyin isə sonraya saxlanıla biləcəyini müəyyənləşdirin. Ən çox öz gücünüzə arxalanın. Ətrafınızdakıların məsləhətləri sizi çaşdıra bilər. Kömək isə istədiyiniz qədər tez gəlməyəcək. Əhvalınız həmişəkindən daha tez-tez dəyişə bilər və bu xüsusilə axşam saatlarında nəzərə çarpacaq. Bəzi xırda şeylər sizi ciddi şəkildə qıcıqlandıra bilər. Onları mübahisə səbəbinə çevirməmək vacibdir. Yaxınlarınızla ünsiyyətdə səbirli olun. Onlardan qeyd-şərtsiz dəstək və bütün suallara dərhal cavab gözləməyin. Heç kimi tələsdirməsəniz bir çox məsələdə razılığa gələ biləcəksiniz. Oğlaq bürcü 16 iyun 2026-cı il. Uzun müddətdir qarşılıqlığın hökm sürdüyü yerlərdə nizam yaratmaq və son vaxtlar həddindən artıq diqqət tələb edən məsələləri həll etmək mümkün olacaq. Xüsusilə praktik yanaşma, sağlam düşüncə, vəziyyəti bütövlükdə görə bilmək tələb olunan işlərdə uğurlu olacaqsınız. Başqalarının tərəddüd etdiyi yerdə siz hansı qərarın ən sərfəli, rahat olduğunu tez başa düşəcəksiniz. Axşam romantik münasibətlər sahəsində müsbət dəyişikliklər vəd edir. Siz xüsusilə cazibədar olacaqsınız və bunu yalnız sizi çoxdan tanıyanlar deyil, başqaları da hiss edəcəklər. Gözlənilməz diqqət əlamətləri, romantik sürprizlər və çoxdan gözlənilən etiraflar mümkündür. Əgər bəyəndiyiniz insana doğru ilk addımı atmaq istəsəniz, bunun üçün əla fürsət yaranacaq. Dolça bürcü 16 iyun 2026-cı il. Ani istəklərin təsiri altına düşməyin. Bu hər şeyə ciddi, əsaslı yanaşmalı olduğunuz günlərdən biridir. Qərar verməyə tələsməyin. Hətta söhbət çox da vacib olmayan işlərdən getsə belə. Hazırda vəziyyətin təsiri ilə hərəkət etmək və ya sadəcə cəlbedici səsləndiyinə görə təkliflərlə razılaşmaq yaxşı fikir deyil. Hadisələri nə qədər sakit qiymətləndirsəniz, xoşagəlməz vəziyyətlərdən, xırda səhvlərdən qaçmaq bir o qədər bütün gün ərzində yanınızda etibar edə biləcəyiniz insanlar olacaq. Köhnə tanışlar, dostlar və ya yaşca böyük qohumlar kömək istəsəniz məmnuniyyətlə dəstək göstərəcəklər. Ola bilsin ki, məhz onların sayəsində sizi uzun müddətdə çıxılmaz vəziyyətə salan bir məsələni həll edə biləcəksiniz. Bununla belə hər şeyi başqalarının üzərinə qoymamaq daha yaxşıdır. Onların iştirakı çox faydalı olacaq, amma son qərarı yenə də siz verməli olacaqsınız. Balıqlar bürcü 16 iyun 2026-cı il. Hər şey öz-özünə yaxşı alınmayacaq, amma siz hətta qeyri-müəyyən vəziyyətlərdən belə fayda çıxarmağın yolunu tez tapacaqsınız. Bugün bir çox balıqlara həyat təcrübələri kömək edəcək. Məhz bunun sayəsində bürc nümayəndələri əvvəllər heç ağlına gəlməyən imkanları vaxtında görəcəklər. Əgər ciddi bir işə başlayırsınızsa, xüsusilə plan yaxşı düşünülmüşdürsə, əvvəlcədən müəyyən etdiyiniz plana sadiq qalmaq daha yaxşıdır. Təkcə əhvalınızın dəyişdiyinə və ya kimsə daha cəlbedici variant təklif etdiyinə görə hər şeyi birdən dəyişməyin. İntuisiya maraqlı ideyalar verə bilər, amma onları dərhal həyata keçirməyə başlasanız enerjinizi boş yerə sərf edə bilərsiniz. Daha ağıllı addım fasilə vermək, vəziyyəti qiymətləndirmək və etibar etdiyiniz bir insanla məsləhətləşmək olacaq.